Hər vaxtınız xeyir dəyərli kanal izləyicilərimiz. Sizə Masazır qəsəbəsində 569 nömrəli avtobusa yaxın, yəni avtobusla evin arası 200 metr olan bir məsafədə 3 otaqlı, orta təmirli mənzil, həyət evi göstərəcəm. Sənədləri kupçadır, həyəti var, bu qaydadadır. Yəni bu həyətinə sovet maşını rahat şəkildə daxil ola bilər. Lazım olsa küçəsi də indi çöndürüb saxlamaq mümkündür. Bir daha vurğulayım, kupçalıdır, yerdən kürsülüdür. Evin müəyyən qədər cüzi də olsa xəşləri var. Yəni kombisi alınmalıdır. Bir daha boyları dəyişilməlidir. Yəni divar kağızları. Sayğaçların hamısı var. Evdə yaşayış yoxdur. Həyətini göstərdim sizlərə. Burada bizdən qonaq otağıdır. Qiymət 55.000 manat. 55.000 manata deyilir. Cüzi endirim olunacaq. Nağd satılır. Birbaşa notarius alqı-satqı olacaq. Bu da hamam otağıdır. Bu da birinci yataq otağıdır. Bizim burada mətbəxdir. Divar kağızları sadəcə belə deyək də köhnəli, dəyişilməlidir. Bir də kombisi yoxdur, kombi lazımdır. Ətrafı yaşayış, kosmetik şey ehtiyacı var belə deyək. Kombi ilə divar kağızını qoymaqla bu evi əldə edə bilərsiniz.